Əziz həmvətənlər, fərqində olmalısınız. Bugün gedən bu dava sadəcə azad media, ictimai siyasi fəallarla, müxalifətlə, rejimin arasındakı mübarizə deyil. Bu mübarizə ölkənin gələcəyi uğrunda mübarizədir. Ölkə tam qapanacaqmı? Yoxsa yox. Azərbaycan hakimiyyəti ölkəni tam qapatmaq istəyir. Açıq-aşkar dünya birliyinə mesaj verirlər ki, bizimlə demokratiya söhbəti eləmir. Bu xalq bizimdir, bizim təbəmizdir, özümüz bilərik, istəyərik həbs edərik, işgəncə verərik, işgəncə ilə öldürərik, şərliyərik, ac qoyarıq, sənə nə? Bu xalq bizim təbəmizdir, bunun mesajını verirlər, bunun davasını aparırlar dünya ilə. Və bizə də bugün o vicdanlı, dürüst ictimai xadimləri şərliyib həbs eləməklə bizə də cəmiyyət olaraq deyirlər ki, görürsünüz, sizi bir heç sayırıq. Biz istədiyimizi eləyə bilərik sizinlə. Susun, tabi olun, mübarizə aparmayın. Bu represiyalar bizim sabahımız uğrunda gedən mübarizənin nəticəsidir. Bir qrup insan Azərbaycan xalqının təbə kimi, qul kimi əzilməsinə etiraz edir. Biz də Avropa xalqları kimi müasir cəmiyyətlərdə, hüquqi dövlətdə yaşamağa haqq edirik deyir. Bizim də azad söz haqqımız var, seçim haqqımız var. Bizim də qürurumuza, ləyaqətimizə hörmət olunmalıdır deyir. Başqa bir dəstə əlində olan zor və zorbalıqla həmin o insanları məhv edir. Hüquqlarını əlindən alır, həbs elətdirir, işgəncə verdirir, azadlıqdan məhrum edir. Bəs biz toplum olaraq bütün bunlara biganə mi qalmalıyıq? Ona görə də əziz həmvətənlər, bircə biganə qalmayın. Biganə olmasanız, mən əminəm ki, siz bir yolunu tapacaqsınız. Bu yol barədə hər gün danışılır, yolunu tapacaqsınız və Azərbaycanda şər qüvvələrin tam hakim olmasına imkan verməyəcəksiniz.